Esselamu Aleyküm dəyərli izləyicilərim. Bugün sizlərə radiatorların stabil qızmağı ilə bağlı, yəni hər otaqda eyni qızmağı ilə və yaxud 3-4 dərəcə fərqlə necə qızır, bu istilik necə bölünür, o barədə sizə məlumat verəsiyik. Təbii ki, yaxınlaşırıq ən birinci kombiyə yaxın hansı radiatorsa ona yaxınlaşırıq. Radiatorlar ola bilər altdan giriş, altdan çıxış ola bilər və yaxud üstdən giriş, altdan çıxış ola bilər, fərq eləmir. Əsas o da ən yaxşısı altdan giriş və ya altdan çıxışdır. Yaxınlaşdıq radiatorumuza, bunu bağlayırıq. Yəni birinci krantı bağlayırıq, fərq eləməz. Hər hansısa bir krantı bağladıq. Və bağladıqdan sonra bunu bir dəfə açırıq. Bu olur 1. Yəni bu oldu bizim birimiz. İndi bundan sonraki radiator hansı yaxın, misal üçün koridorda və yaxud qonaq otağına, hansı həmən açılan radiatora yaxınlaşır, ona yaxınlaşıb bağladıqdan sonra bunu açırıq 2 dəfə. 1, 2. Üçüncüyə yaxınlaşırıq, bağlayırıq həmən üçüncünü, onu açırıq 1, 2, 3 dəfə. Və belə istiliyi paylaşa gedir hər hansı ki, axırıncı otaq hansıdır, ona gedir. İstilik qovuruq, ona gedir. İndi bizim lazer termometrimiz var. O lazer termometrlə ölçürük, görək bizdə istiliklər nə qədərdir. Dediyim kimi, istilik 3-4 və yaxud 1-2 dərəcə fərqlə ola bilər. İndi bu lazerlə yoxluyuruq. Keçirik birinci radiator. Bu birinci radiatorumuz böyük radiator olduğuna görə usta bunu belə çəkib. Yəqin ki, ev yiyəsi deşməmək şərti ilə aşağını difarç etməmək. Bunu ölçürük. 51 dərəcə. Bu 51-dir. İndi keçirik ikinci radiatoruma. İkinci radiatorumuz ölçürük. Ölçdük. 53 dərəcə. Burada 2 dərəcə fərqlə keçirik üçüncü radiatorumuza, ən axırıncı radiatorumuza. Yəni hansı ki qızmayan radiatorumuza. Burada 49, yəni ki 50 dərəcəyə yaxın. Gördünüz 3 dərəcə fərqlə demək olar ki, bütün otaqlar radiatorlar eyni qızdı, 3 dərəcə fərqlə bütün otaqlar eyni stabil qaydada istiliyi var. Bu çox gözəl bir bölücülükdür. Həm kombiniz demək olar ki, gücə düşmür, həm qaz sərfiyyatı az olur. Həm də ki, bu otaqdan o bir otağa keçəndə soyuqluq hiss eləmirsən. Yəni ki, eyni dərəcədə olurlar və eyni dərəcədə bölünür. Lazer termometriniz varsa, bunu belə lazer termometri ölçəyin və yaxud yoxdursa, mən dediyim kimi, birincidən başlayın, aça, bölüşdürə gəlin. Diqqətiniz üçün təşəkkür edirəm. Nə suallarınız varsa, buyurub müraciət